Prezident İlham Əliyev sosial müavinətlərin, prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla bağlı bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bizim media onların bir neçəsini təqdim edir. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat, 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat, şəhid ailəsi üçün 700 manat. Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat təyin edilib.